xidməti məhz Əli Nağıyevin adından çağırırdılar. Kimdir Əli Nağıyev? Dövlət Təhlükəsizlik Xidmətinin rəisidir. Məni Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi xidmət orqanının rütbəli əməkdaşları çağırıblar və mənə sus əmri veriblər ki, sən susmalısan. Susmasan səni əxlaqsız. Bax, onlar necə deyir, bu cürdə vurğuluyuram. Yəni, mənim ölkəni niyə tərk etmişəm? Deyir, təkrarən hər dəfə yayımlarımda bunu vurğulayacağım. Təkrarən. Bəlkə rejim düşünür ki, mən yorulacağım, mən susacağım, mən dayanacağım. Əsla. Əliyev, bu yolun sonu yoxdur. Nağıyev, sən də qulağında sırğı eləyəsən. Bu yolun sonu yoxdur. Mən sənin qohumun kimi, sənin qardaşın kimi, sənin əmin oğlu kimi oğurluqla, korrupsiya ilə, cəmaatın evini yıxmaq məşğul olmuram. Mənim danışacaq çox sözlərim var. Mən sadə vətəndaşam, sadə ailəyik, heç bir korrupsiyada əli olmayan. Niyə susmalıyıq və niyə qorxmalıyıq və niyə haqqımızı tələb etmirik? Hələ ki, Azərbaycan xalqın haqqını oğurlayan sizsiniz. Siz utanmadan DTX rəisi postunda otura bilirsiniz, cəmaata gözdağı verə bilirsiniz. Biz haqqımız olan tələb etmirik. Biz haqqımız olan tələb etmək üçün qorxmalıyıq və utanmalıyıq. Niyə? Xalq olaraq səsimizi ucatmalıyıq. Və ölkə daxilində bunu edirdim. Və az öncə danışdığım kimi nəyi danışırdım? Mən Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında 2021-2022 YouTube kanalında var, izləyə bilərsiniz və zamanında da çox bəyənilib də, paylaşılıb da danışmışam, susmamışam. Və məni Nağıyevin göstərişindən Əli Nağıyev göstərişindən məni çağırıblar və bildiriblər ki, mən susmasam, mən danışsam, mən Əliyevin, Nağıyevin adını çəksəm, məni, baxın, dedikləri cümlə, məni fahişə olaraq cəmiyyətə təqdim edəcəklər və məni gözdən salacaqlar, hətta məni boşandıracaqlar. Bu gücə sahibdirlər. Və mən təkrar çıxıb onların mənə atdığı və məni şantaj etdiyi bu iyrəncliyi bütün cəmaat və cəmiyyətin gözü qarşısında canlı yayımda danışmışam. Bu arxivlərdə var və bunlar görürlər, mən susmuram. Növbəti addımları nə olur? Nağıyevin, İlham Əliyevin təyinatı, Nağıyevin növbəti addımı o olur ki, həmən rütbəli əməkdaşlar məni çağırırlar, mənim övladlarımın ölümü ilə məni təhdid edirlər. Baxın, Azərbaycan xalqı, mənim az yaşlı məktəbdə övladlarımla məni təhdid edirlər və o zaman da mənim uşağımın müəlliməsi mənə dedi ki, xüsusi xidmət orqanı əməkdaşlarım məktəbə gəlib sənin uşaqlarından maraqlanıb. Bunu mənə müəllimə deyibdi. Təsəvvür edin ki, məni təhdid etdikdən sonra mənim övladımın oxuduğu məktəbə gedirlər. Övladlarımın oxuduğu məktəbə. Bu necə